Şəmkir Olimpiya kompleksinin stadionunda oğurluq hadisəsi baş verib. Arenadan böyük miqdarda elektrik naqilləri oğurlanıb. Gecə saatlarında yaşanan olay Şəmkirin ev oyunlarını keçirdiyi məkanın işıqlandırma sistemini yararsız hala salıb. Səbəbi odur ki, stadionda quraşdırılmış proyektorların kabelləri də oradan daşınıb. Çox qəribədir ki, qarətçilər iş görən vaxt futbolçular kompleksin ərazisindəki koteclərdə olsalar da heç kim onların üzünü görməyib. Hadisədən bir qədər öncə ərazinin işıqları söndüyündən oyunçular qaldıqları yerdən bayıra çıxmayıblar. Baxmayaraq ki, stadiondan gələn səs-küyü eşidərək yuxudan oyananlar olub. Kürdəmir rayonunun çöl yolu adlanan ərazisində yol nəqliyyat hadisəsi baş verib. Konkret Az-Oxu-Aza istinadən məlumat verir ki, hadisə zamanı 90 ZZ 196 dövlət qeydiyyat nişanlı yük maşını, 77 JH 411 dövlət qeydiyyat nişanlı, içərisi sərnişinlərlə dolu olan avtobusa çırpılıb. Qəza nəticəsində xəsarət alanların olmadığı bildirilir.